Salam aleykum, hər vaxtınız xeyirli olsun. Yenə də sizlər üçün mənzil axtarışındayıq, hörmətli izləyicilərimiz. Yeni Yasamalda əsas yolun düz üstündə Əsəd Əhmədov küçəsində ümumi sahəsi 65 kvadrat metr sahədən ibarət olan 14 mərtəbəli binanın ikinci mərtəbəsində möhtəşəm təmiri olan bir mənzil satışa çıxarmışıq. Gəlin ümumilikdə mənzillə tanış olaq, sonda qiyməti sizlərə açıqlayacağım. Bura mənzilimizin giriş qapısıdır. Giriş hissəmiz, dəhliz bölməmiz istipolla, mətbəx və hamam otağımız istipolla təchiz olunmuşdur. Girişdən sağ hissədə bizi belə bir möhtəşəm sanitar qovşağı, hamam otağımız qarşılayır. Hamam otağında lazımi bütün aksesuarlar var, dəyərli izləyicilərimiz. Girişdən üzbözdə isə sağ tərəfdə bizi belə bir yataq otağımız qarşılayır. Yataq otağımız kifayət qədər sahəyə malik bir yataq otağıdır. Lazımi işlər görülüb, təmir normaldır, qaydasındadır. Yataq otağından birbaşa eyvana çıxışımız var. Kiçik bir eyvanımız yataq otağımızın qarşısında yerləşir, dəyərli izləyicilərimiz. Gəlin sizin mətbəx və qonaq otağı ilə də tanış eləyək, dəyərli izləyicilərimiz. Giriş qapımızdan sol hissədə bizi belə bir mətbəx otağımız qarşılayır. Lazımi qədər sahəsi var bu mətbəxin, mebellər quraşdırılıb. İstipolla da təchiz olunub. Qonaq otağımız isə kifayət qədər geniş bir sahəsi var. Yəni çox böyük bir qonaq otağıdır. Doğrudan da işıqlı bir mənzildir, dəyərli izləyicilərimiz. Gördüyünüz kimi təmiri qaydasındadır. Yəni tam yeni deyil, amma qaydasında olan bir təmirdir. Heç yaşayış demək olar ki, bu mənzildə olmayıb, dəyərli izləyicilərimiz. Ümumi ətraflı məlumatı verək sizə. Yeni Yasamalda tam mərkəzdə 77 nömrəli avtobusun yolunda, xəttində yerləşir mənzilimiz. 14 mərtəbəli binanın ikinci mərtəbəsində ümumi sahəsi 65 kvadrat metr sahədən ibarət olan bir mənzildir, dəyərli izləyicilərimiz. Ətraflı və daha geniş mənzilə gəlib baxmaq istəyənlər olsa əgər, əlaqə nömrəmiz səhifədə qeyd olunub, inşallah əlaqə saxlayıb gəlib mənzilə baxış keçirə bilərsiniz. Allah alana da, satana da xeyir versin inşallah.